Ay Tengiz, yine hara gətirmisən bizi? Nərimanov metrosunun yanındayıq. Bax, çox vaxt deyirlər ki, maklerdə də evi tərifləyir. Bax, bu mənzili tərifləməmək olmaz da, yəni bir dənə özünüz bir dənə baxın, hər şeyin bahalısından, zövqlü. Bax, buna bir dənə baxın. İyi qoxu gəlməsin deyə bir balaca bir mətbəximiz var. Balaca da deyil. Görün nələr yerləşdirilir bura. Bax, qab yanı var. Soyuducusu var. Peçləri hazır, paltar yanı hazır. Biz indi çıxırıq qonaq otağına. Gördüyünüz bütün mebellər, hamısı, yəni sifarişlə yığılmadı. Belə hardasa oradan-buradan alınan bir şey deyil, ucuzvari bir şey deyil. Bura foye hissəsidir, girəcək qapımızdır, damafonu da hamısı hazır. Burada belə bir dolab yığılıb. Güldamımızdır, çılşaraqları vapşı superdir də. Bura uşaq otağıdır. Uşaq otağından eyvana çıxışımız var. Orada da bir dolap yığılıb, onu da çəkərsən, göstərərsən, zəhmət olmasa. Və biz böyük yataq otağına keçirik. Buradan da eyvana çıxışımız var. Və burada da gözəl bir dolablar yığılıb. TV-si də hazırdır. Bu gördüyünüz mənzil Nərimanov metrosunun yanında, metroparka da yaxındır. 10-cu mərtəbəndədir. 16 mərtəbəli binanın 10-cu mərtəbəsidir. 2 otaqdan 3 otağa düzəlib. Gördüyünüz bu super bir mənzildir də. Yəni tərifə doğrudan da layiq olan bir mənzildir. Bu mənzilin qiyməti 365 min manat deyilir. Amma qiymətdə endirim, yaxşı endirim olunacaq. Xeyirli olsun.